Hər kəs salamlayıram. Mən Qusarjar 4 nömrəli tam orta məktəbin 7D sinif şagirdi Cahangirov Elvinayam. Mən telli müəllimə sayəsində kitab layihəsinə qoşulmuşam. Bu kitab layihəsi mənim üçün çox maraqlı və heyecanlı keçir. Ümid edirəm ki, siz də bura qoşularsınız. Gəlin indi sizə oxuduğum kitab haqqında qısa məlumatımı verim. Bu kitab Larpin diyarında yaşayan balaca tüflinlərdən bəhs edilir. Əzilərək yerin altına və qorxunun altında yaşayan balaca tüflinlərdən. Tüflinlərin əsas düşmənləri bolcalar idi. Bolcalar tüflinlərə gün verir, amma işıq vermirdilər. Oxşan və Su adlı iki tüflin də var idi. Bu iki tüflin xilas yolunun başçısı seçilən Naradandan daha da fərqlənirdilər. Naradan tüflinlərə qaçmağı deyəndə Susal və Oxşan daha da maraqlı fikirlərlə dolu idilər. Onlar yerin daha da dərinliyini qazıb orada yaşamaq və düşmənləri məhv etmək üçün müxtəlif planlar hazırlayır və üzə çıxırdılar. Onlar düşmənlərini məhv etmək üçün yola çıxanda müəllifin heç də təsadüfi seçmədiyi müxtəlif heyvanlarla rast gəlirdilər. Məhz bu kitab həm kitabın oxucuları, həm də kitabın qəhrəmanları əsl həyat dərsi görürdülər. Müəllif təkcə heyvanları məharətlə danışdırmaqla qalmayaraq, hətta sosial və psixoloji məqamlara da toxunurdu. Gəlin indi isə sizə bir sualım var. Bu kitabı, ümumiyyətlə kitabları uşaqlar mı yoxsa böyüklər mi çox sevəcək? Təbii ki də qərar vermək çox çətindir. Bu kitab ümumiyyətlə bütün kitablar uşaqlara öyrədir, böyüklərə isə yön verəcək mesajlarla zəngindir. Sağ olun, görüşənə qədər.